Əbu Zər Əl-Ğəfari radiyallahu anh rəvayət edir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin öz Rəbbindən belə rəvayət etdiyini xəbər vermişdir. Allah subhanahu wa ta'ala buyurur: Ey qullarım, mən zülm etməyi özümə haram etdim və sizin aranızda da onu haram buyurdum. Elə isə bir-birinizə zülm etməyin. Ey qullarım, mən hidayət verdiyim kimsələrdən başqa hamınız zəlalətdəsiniz. Elə isə məndən hidayət diləyin, sizə hidayət bəxş edim. Ey qullarım, mən yedirdiyim kəslərdən başqa hamınız açsınız. Elə isə məndən yemək istəyin, sizi yedirdim. Ey qullarım, mən geyindirdiyim kəslərdən başqa hamınız çılpaqsınız. Elə isə məndən geyim istəyin, sizi geyindirim. Ey qullarım, siz gecə gündüz günah işlər görürsünüz. Mən də bütün günahları bağışlayıram. Elə isə məndən bağışlanma diləyin, sizi bağışlayın. Ey qullarım, siz mənə zərər yetirməyə qadir deyilsiniz ki, zərər yetirəsiniz. Eləcə də mənə fayda verməyə qadir deyilsiniz ki, fayda verəsiniz. Ey qullarım, əgər əvvəlciləriniz və axırcılarınız, insanlarınız və cinləriniz aranızdakı ən təqvalı insan kimi olsalar belə, bu mənim mülkümdən heç bir şey artırmaz. Ey qullarım, əgər əvvəlciləriniz və axırcılarınız, insanlarınız və cinləriniz aranızdakı ən günahkar bir kimi olsalar belə, bu mənim mülkümdə heç bir şey eksiltməz. Ey qullarım, əgər əvvəlciləriniz və axırcılarınız, insanlarınız və cinləriniz bir yerə toplanıb məndən istəsələr, mən də hər kəs istədiyini versəm, bu mənim mülkümdən heç bir şey eksiltməz. Yalnız dənizə batırılan iynənin dənizdən eksiltdiyi kimi eksildər. Ey qullarım, bu sizin əməllərinizdir. Mən onları sizin üçün hesaba alacaq, sonra da sizin onların əvəzini verəcəyəm. Odur ki, kim xeyir tapsa, Allah həmd etsin. Kim də xeyirdən başqa bir şey tapsa, qoy özündən başqa heç kəsi qınamasın.